Ən az ləzzət alan adamlar həsud adamlardır. Ömür boyu qanı qara olur, qanı qara gəzir. Pis bir əməl eləməyə də mənəvi hal olunur. Xəstələnir, canında müxtəlif xəstəliklər yaranır. Qiyamətdə də baxır, görür ki, boş yerə özünü nələrdən məhrum eləyib, nəyə nəzrətini çəkib. Qibdə yaxşı şeydir, adam baxa deyə, mən də belə elmli olum, savadlı olum, imanlı olum. Amma həsəd insanı bərbad günə qoyur. Ona bax, deyir, cavandır, məndən cavandır, amma pulu məndən çoxdur. Ona bax, bu yaşında vəzifəsi var, mən heç nə. Gedir, dərd eləyir, qəmə düşür, özünü yiyir içərdən. Bəziləri paxıllıq səbəbindən müxalifətdə olur ömrünün axırına qədər hamıya. Niyə o yesin, mən yeməyim? Bunun məntiqi bu dəsindir. Danışır ədalətdən, haqdan, filandan danışır. Amma dərdin nədir var ya bu yaxd edir? Dərdinə baxırsan, deyir, o yiyir, mən yemirəm. Niyə? Paxıllıqdan hamıya və hər şeyə müxalifdir. Xəstədir bu insan.